Elşad müəllim, siz həm məktəbdə, həm də repetitor kimi fəaliyyət göstərirsiniz, düzdür, səhv eləmirəmsə. Tam səmimi bir cavab istəyəcəm, səmimi bir sual verəcəm, elə bütün valideynlərin adından. Niyə uşaqlar, niyə şagirdlər məktəbdə fizika və yaxud da qeyri bir sahəni, qeyri bir fənni mənimsəyə bilmirlər, amma repetitor qəbuluna gedəndə, repetitor yanına gedəndə uşaq bir ay, 2 ay artıq həmin imtahanda çox müvəffəqiyyətlə cavablar göstərirlər. Əgər uşağın məşrəf bazası yoxdursa, o heç vaxt repetitor yanında bir aya möhtəşəm bir nəticə toplaya bilməz. Əgər bir uşaq repetitor müəllimin yanında bir aya yaxşı bir nəticə toplayırsa, valideyn və müəllim ondan razı qalırsa, bu o demək ki, bunun məşrəf bazası var. Məşrəfdə oxuyub, məşrəfdə müəllim dinləyibdir və qavrayıb o mövzunu. Əgər qavraya bilmirsə, həmən uşaqlarla biz işləyə bilmirik onsuz da. Repetitor olsaq da, nə qədər yüksək səviyyədə dərs keçsək də, zaman olaraq daha çox zaman ayırsaq da, əgər bu uşağın bazası yoxdursa, məşrəf bazasından söhbət gedir, yoxdursa, o mənimsəyə bilmir, problemlər yaşayır. Əgər bir uşaq repetitor yanında həqiqətən parlaya bilirsə, öyrənə bilirsə, mənimsəyə bilirsə, bu o demək ki, onun məşrəf bazası var və məşrəfdə yaxşı təhsil alır. Bəs sizcə repetitor olaraq, illərə dayanan təcrübənizi nəzərə alaraq, repetitorluğun ən çətin tərəfi hansı tərəfdir? Çətin tərəfləri nədir? Əgər müəllim həqiqətən vicdanlıdırsa, şagirdlərinin öyrənməsini istəyirsə, bu işə maddiyyat kimi baxmırsa, pul qazanmaq kimi baxmırsa, o müəllim üçün çətinliklər başlayır. Yəni, uşaq sənə valideyn uşağını əmanət eləyib, ən dəyərli varlıq onun övladıdır. Onu sənə əmanət eləyir ki, sən bunu öyrətmən lazımdır. Biz də böyük bir məsuliyyət daşıyırıq. Əlbəttə. Əgər uşaq öyrənmirsə, biz onun belə deyək, izdirabını çəkmiriksə, narahat olmuruqsa, o zaman biz rahat oluruq və heç bir çətinlik də olmur. Yox, əgər uşaq öyrənməyəndə biz narahat oluruqsa, valideynlə işləyiriksə, burada valideynlə işləmək çox önəmlidir, uşaqla işləmək çox önəmlidir. Uşaq mənim yanıma gəldi, mən dərsi keçdim, mənim işim bitdi deyiriksə, burada yaxşı bir nəticədən söhbət gedə bilməz. Mütləq şəkildə uşağı təqib etmək lazımdır, imtahanlar etmək lazımdır, onun inkişaf səviyyəsini yoxlamaq lazımdır və mütəmadi şəkildə valideynlə əlaqə saxlamaq lazımdır. Valideynə həm nailiyyətini bildirməmiz lazımdır, həm də gerilik varsa, məsuliyyətsizlik varsa, dərsdə çalışmırsa, bunları da mütləq şəkildə bildirmək lazımdır ki, valideynlə birlikdə işi qurub və uşağı müəyyən bir səviyyə gətirməmiz lazımdır.